Bugünkü çəkilişimizi biz 1994-cü il şəhidləri Fərhad Mikayıloğlu, Araz Hacıyev Bahiyəddinoğlu və 44 günlük müharibə zamanı şəhid olan Pərviz Tağıyev Hafizoğlunun həyatına həsr eləmişik. Bilsəm ki, sağdır, gəlir, qaçaram yollarına. Yollarla gül düzərəm, sarmaşaram boynuna, boğazına, ay bala. Bir ilin içinde, ikisi de 6 ayın içinde, ikisi de itkin getir. Hiçbirinin ne ölüsü ne dirisi yok. O da subayıydı. Bəli, o da evin son beşiği, subayı, bizimki de ev. O mənim həm oğlum idi, həm sırdaşım idi. Hər şeyim idi be.